Hı. Bizim bəzi dərslərimiz olacaq. Məsəl üçün Kafka tərəfdən dizayn anlamağımız, Van Gogh tərəfdən anlamağımız, Picasso baxımından, Sigmund Freud baxımından. İndi Sigmund Freud baxımından başa salacağım sizə. Dizaynın şuuraltı və ilham tərəfi. Sonra bu id, egonun, superegonun dizaynda rolundan danışacağıq. Sublimisa, o söz deyənə qədər sublimasiya bu duyğunun sənətə çevrilməsi, daxili duyğunun. Sonra o yuxular və simvolizm, bunlarda dizaynda rolu var. Ə, Nəticə olaraq biz Sigmund Freuddən bunu başa düşə bilərik ki, bu sənətdə, yaradıcılıqda, dizaynda bizim iç dünyamızın vizual, belə deyək, mənşəyidir, təzahürüdür dizayn məsələsi. Göstərdiyimiz duyğuların bir çıxış yoludur əslində. Dizayna belə yanaşmağımız lazımdır Sigmund Freuddən öyrəndiyimizə görə. Yəni göstərdiyimiz duyğular da bir çıxış yolu olmuş olur. Və şuuraltının bizə verdiyi vizual mesajlardır həmçinin. Bu dəqiqə reklam dünyası şuuraltımıza bir çox kampaniyaları yeritmiş olur. Bunun içərisində yaxşılar da var və pislərini də qəbul eləmiş oluruq. Və biz bunu başa düşürük ki, dizayn təkcə göz üçün deyil, ruh üçün bir mesajdır. Bu bəlkə də hər dizayner belə götürəndə əslində psixoanalitik kimi getməlidir. Ona görə dizayner psixologiyanı bilməlidir. Lap təhsil dərəcəsində yox, ən azından müəyyən bir dərəcədə bilməsi vacibdir. Çünki amma dizayn vasitəsilə özünü və başqalarını anlamağa çalışmalıdır. Dizayner birinci özünü anlamalıdır, sonra başqalarını anlamalıdır ki, artıq orada yaradıcılığını ifadə edə bilsin. Bu isə çox önəmlidir. Bu şuuraltı və ilham məsələsində biz baxa bilərik, görə bilərik ki, Freud'a görə insan davranışların çoxusu şuuraltı tərəfindən idarə olunur. Bizim elədiyimiz bəzi hərəkətlər bizdə asılı olmadan baş verə bilir. Təbii ki, bunu nə isbat edə bilirik, nə də bunu düzəldə bilirik. Şuuraltı tərəfdən bəzi mexanizmalarımız işə düşmüş olur. Bilməm, indi qarşılaşmısınız yoxsa yox, bəzi şəxslər olur ki, məsəl üçün o şəxslər toxunulmağı sevmir. Toxunulan zaman travmalar oyanır və aşırı dərəcədə aqressiv bir reaksiyalar vermiş ola bilirlər. Bunun səbəbi artıq şuuraltı tərəfindən idarə olunmasıdır. Bu indi yaradıcı baxımdan bəs nədir? Bu o deməkdir ki, yaradıcılıq çox zaman bizim fərqində olmadığımız duyğularımızdan, xatirələrimizdən və arzularımızdan doğur. Hansı ki, bu arzular və müəyyən bir duyğular çərçivəsində bizim şəxsi iradəmizdən asılı olmadan bəzi durumlarda hərəkətlər etməyə başlayırıq. Və bu situasiyalarda bizim üçün xüsusi olaraq belə götürsək, dizaynlarımızda hazırladığımız işlərdən vizuallar, detallar bizə nə isə içimizdə oyatmış olur. Bunun təhlükəli tərəfləri də var və təhlükəli olmayan tərəfləri də var. Bunu ya qəbul edib hərəkət etməliyik, ya da ki, ehtiyatla hərəkət etməliyik. Bəzən dizayn etdiyimiz bir element niyə belə olduğunu izah edə bilmərik. Dizaynda hər hansı bir element qoya bilərik. Onu amma şuuraltı olaraq eləmiş olacaq. Və biz onu başa düşməyəcəyik eləmişik. Amma faktiki odur ki, biz onlara qoymuşuqsa bir mənası var. Və hər dizayn elementi izah edilməyə məcbur deyil. İndi dizayn psixologiyası falan okeydir. Bəzi şuur altından gələn element izah olunmur. Əgər bir şeyi ora qoymusunuz, onu izah eləyə bilmirsinizsə, bu təbii ki, artıq özünüzə məxsus olduğunuz, yaratdığınız bir detaldan gedir söhbət. Əgər onu qoymusunuz sonra izah edə bilmirsinizsə, deməli şuuraltınızdan gəlib. Bəzi şeylər də var ki, ta ki, üçbucağı ora qoymusunuz, üçbucağı niyə ora qoymusunuz?
deyə bir mənası olmalıdır. Artıq şuuraltı deyə bir şey olmayacaq. Yəni üçbucaq yəni. O artıq belə fərqli bir şey yaratmışsa, o artıq şuuraltıdan gələcək. Və bu necə əlaqələndirilə bilər? Yəni niyə belə şeylər ola bilər? Bəzən bəzi şeyləri izah edə bilmirik. Formadır, rəngdir, hər hansı bir ötürdüyümüz hissdir. Bunlar bəlkə də bizim keçmişdə yaşadığımız bir emosiyanın izidir kimi qələmə verilə bilir. Keçmişdən gələn bir detal kimi və yaxud da keçmişdə baş verən bir hadisəni orada belə şuuraltı olaraq ifadə eləməyə çalışırıq. Fred deyirdi ki, ümumiyyətlə bir şeylər edərkən içimizdəki uşaq, qorxu və arzular gizli şəkildə dilə gəlir. Və dizayn belədir. Dizayn edərkən yaradıcı baxımdan. Bizim edəcəyimiz, ora qoyacağımız vizual dizaynlar bizim içimizdəki uşaqdan, oradan qidalanan qorxudan və əlimizin ələ çatmadığı arzulardan dilə gəlmiş olur. Buna görə də bu situasiyalarda bizim köməyimizə id, ego və super egolar çatır. Bu üç predment rol oynayır. Ümumiyyətlə, id bizim içimizdəki vəhşiliyi, instinktiv hissləri oyadan bir situasiyadır. Bu xam yaradıcılıq, sərbəst ifadə, qaydasız forma. Məsələn, dizayner var ki, qaydasız formada işləyir. Buna nümunə olaraq biz buna grunge üslubu deyə bilərik. Bu grunge üslubu bu stildir, tərzlərdir. Posterlər zamanı bunu daha detallı keçəcəyik. Bu sərbəst ifadə və qaydasız forma ifadəsidir ümumiyyətlə. Və bu bizim id tərəfdən gəlir. Və yaxud da ki, anarşist düşüncələrimiz, anarşist ifadələrimiz dizaynda. Bu da id tərəfdən gəlmiş olur. Bizim bəzən düşünürük ki, bu fikir mən belə fikirləşdim, amma bu fikri niyə belə fikirləşdim məsələsi gedir dayanır bu psixoloji analizə. Ego məsələsi isə bu real dünya ilə uyğulaşan bir tərəfdir əslində. Bu da dizaynda necə rol oynayır? Müştəri tələbi, texniki məhdudiyyət. Yəni biz müştəri tələbi ilə işlədiyimiz zaman egomuz dirçəlir. Bəzən müştəri ilə mübahisə edirik, egomuz qəbul eləmədiyi üçün. Texniki məhdudiyyətimiz isə müştərinin brifinə əsasında. Yəni texniki baxımdan biz onu eləyə bilmirik. Çünki müştəri istəyi yoxdur burada. Orada müştəri başqa şey istəyib. Müştəri bunu istədiyi üçün biz texniki olaraq məhdudiyyət yaşayırıq və onu məsəl üçün istifadə edə bilmirik. Bu da bizim egomuza zərər vermiş olur. Amma super ego isə bizə etik və sosial qaydaları öyrətmiş olur. Yəni o neydi o? Videolar var idi. Keçmişlə şüyüdə ayıran oğlan. Bu keçmişlə şüyüdə ayıran super ego məsələsi olur. Yəni çox belə deyək, etik şəxs, bütün sosial qaydalara uyğunlaşan, qırmızı svetoforda gözləyən, nə bilim, müdirin sözünə qulaq asan, valideynin sözünə qulaq asan, bu artıq super egosu daha çox qidalanan ya da super egosu daha yaxşı olan şəxslərdə baş verir və bu dizaynda da yansıyır. Cəmiyyətin və dizayn motivlərinin təsiri əsasında. Həmin dizayner cəmiyyətin normativləri əsasında fikirləşməyə başlayır. Həmin şəxs cəmiyyət nə istəyir, mən də onu eləyəcəm tipində yanaşır. İndi bu yaxşıdır, pisdir deyə bilmərik. Kimi üçün rahat ola bilər. Məsəl üçün mən insanlar, dostlar, tanışlarım var, tanıyıram. Adam deyir ki, yəni mənə rahatdır hansısa bir kimsə əlinin altında işləmək, başım sakitdir. Bu şəxs etik və sosial qaydalara uymağa meyilli olan şəxslərdə olur. Amma özünə prikusiyonu axtaran, dizaynda normativləri pozmağı sevən, yeni şeylər etməyə çalışan, bu şəxs normativ qaydalara uymur və cəmiyyətdə də hərlənmir normalda. Yəni, real həyatda necəsənsə, dizayner olduğun zaman işində də onlar yansımağa başlayır. Və yəni, bunu şahidi də olmuşam bu durumlara. Yəni, 100-dən çox tələbə yetişdirmişəm və orada
super egosu daha yaxşı olanı gördüm, idi yaxşı olanı gördüm, anarşist olanı gördüm, egosu olanı gördüm. Yəni tələbə var idi ki, e, ev tapşırığı ona verib tələb eləməyimə görə bəyənmirdi. Bunu qəbul edə bilmirdi. Bu da o deməkdir ki, bu şəxs qeyri-normativlərlə hərəkət eləməyi sevən şəxsdir. Bu normal standart bir şeylərdir, amma ə, standart olaraq egosu yüksək olan şəxs, məsəl üçün, normalda heç bir şeydə olmamalıdır, necə deyərlər. Ə, müəllim yanında getməməlidir, kimdənsə nəsə öyrənməməlidir, kimisə 50 altında işləməməlidir. Normal, əgər bunu qəbul etmirlərsə. Ona görə belə situasiyalarda insan gərək düşünməlidir ki, nə istəyir. Başa düşməlidir ki, onun idi mi yüksəkdir, egosu mu yüksəkdir, yoxsa super egosu mu yüksəkdir. Və dizayn eləyəndə də bunu nəzərə almalıdır. Zaten şuuraltı olaraq bunu ifadə eləyəcək. Zaten ona nə qədər baş salmağa çalışsaq da, o şəxs həmin situasiyaya görə hərəkət etməyə başlayacaq. Burada belə bir şey deyə bilərəm. Məsələn, təsəvvür edin ki, bir afişa hazırlayırsınız. İt deyir ki, maksimal dərəcədə sərbəst ol. Ağlında ən çılğın ideyanı reallaşdır. Superego səni bir növ şey edir. Dala atır ki, deyir ki, bu cəmiyyətə uyğun deyil. Bunu cəmiyyət qəbul eləməyəcək. Ego isə ikisinin arasında balans tapır. Və ortaya normalda həmin o yaradıcı iş çıxır. Yəni, belə götürəndə məsləhətçisi üçündən də istifadə eləməkdir bəzi durumlarda. Ortaya qarışıq bir şey yəni. O zaman balans qorunmuş olur. Yəni sən ancaq id olaraq hərəkət eləyə bilmərsən. Bu bir həftədən sonra səni bezdirmiş olacaq və təhlükəli vəziyyətlər alacaq. Ya ancaq super ego ilə ayırd eləyə bilmərsən. Bu bir həftədən sonra səni robota çevirmiş olacaq. Və yaxud da ancaq ego ilə hərəkət eləyə bilmərsən. Balansın itməsinə səbəb olacaq. Belə bir situasiyalar var. Sublimasiya nədir? Bu daxili duyğuların sənədə çevrilməsi. Freudin məşhur anlayışlardan biri var. Sublimasiyadır. Freuddən gəlir bu. Bu insanın bastırılmış arzularını və emosiyalarını yaradıcılıqla ifadə etməsi deməkdir. Yaradıcı olan şəxs çata bilmədiyi arzusunu dizaynda ifadə eləməyə çalışa bilər. Və yaxud da hansısa bir duyğusunu bastırıb onu ifadə eləmək şəkli üçün yaradıcılıqdan istifadə edir. Bu həm dizaynerlərə aiddir, həm rəssamlara, həm kitab yazanlara, həm musiqiçilərə aiddir. Yəni bir çox musiqilər də o şəkildə yazılır. Ən yaxşı yaradıcı sənət əsərlər də o şəkildə hazırlanıb ki, özünü duyğuları bastıran yerdən çıxartmaq üçündür. Yəni bir çıxış yolu kimi düşünə bilərsən. Əgər bir dizayner kədərli bir dövrdən keçirsə, depressiv bir dövrdən keçirsə, bunu birbaşa deməyə bilər. Amma o duyğunu bir afişaya, bir posterə, bir rəngdə, bir simvolda göstərə bilər, çevirə bilər bu durumu. Və bu sublimasiyadır. İçindəki fırtınaları sənətə çevirmək. Yaxşı olurmu? Olur. Bu situasiya sakitləşdirir insanı. Amma keçici bir şey kimi qələmə də verilə bilir bəzən. O artıq duyğunun dərəcəsinə görə dəyişir. Aşırı depressiv bir durumda artıq psixoloji kömək almalıdır. Sənət belə kömək eləyə bilməz. Amma normativ bir dramatik durumlarda sənət köməyə çatır. Dərman kimi düşünmək lazımdır. Bu deməkdir, dizaynı dərman kimi düşünmək lazımdır. Xilas edici bir vasitə kimi baxmaq çox önəmlidir. Ona görə belə situasiyalar çox önəmlidir. Məsəl üçün, bunu öz işlərimdən göstərim nümunə olaraq. Bunlar bastırılmış duyğuların ifadəsi idi və özümü anlamaq ifadə şəkli idi. Bu situasiyalar ən depressiv dönəmlərimdə hazırladığım 2023-cü ildə olan əsərlərdir. Bu mənə sakitləşdirdimi? Sakitləşdirdi.
Çıxış yolu verdimi? Verdi. Və bayaqlar danışdığım psixoanalitik şeylərdə də həmin bu situasiyalar şuur altından çıxıb. Yəni düşünərək edilməyib əslində. Ən gözəl əsərdə əslində düşünülərək edilmir. Qıraqda bilirsən bu hansı duyğu ifadə eləyir, amma niyə o xətti o cür çəkdin, onu öz-özümə belə ifadə edə bilmirəm bəzən. Bu yəni şuuraltı olaraq ortaya çıxan bir nəticə olmuş olur. İndi düşünülərək etdiklərim də var. Düşünərək etdiklərim olanda o artıq başa düşürəm ki, yəni hə, bu nə vəziyyətdə idi durum. Amma düşünülərək edilməyəndə artıq o durumun e, dərəcəsini də anlamıram. Belə bir situasiyalar olur. Digər məsələdə bizim yuxular və simvolizm dizaynda necə rol oynayır? Məsəl üçün Freud yuxuların simvollar dili ilə danışdığını deyirdi. Dizaynda da belədir. Biz simvollarla danışırıq əslində. Biz bir forma qoyanda, bir fiquru çəkəndə biz əslində onunla danışırıq. Sadəcə bunu hiss eləmək lazımdır. Bir rəng, bir boşluq buraxanda hardasa, bir kontrast yaradanda biz avtomatik olaraq o situasiyanı ifadə etmiş oluruq. O situasiyanı bildirmiş oluruq özümüz üçün. Amma həm də danışaraq, onu həm fiqurla danışaraq bunu eləyirik. Bunu sadəcə hiss olaraq ifadə edirik. Məsəl üçün yuxuda su görmək təhlükə və ya rahatlıq mənasına gələ bilər də. Bu eyni ilə dizaynda da belədir əslində. Mavi rəng birinə sakitlik, başqasına isə hüzün verə bilər. Məsəl üçün Picasso-nun əsərləri hüzünlüdür. Göy rəng istifadə edib, sonralardan başlayıb göy rənglə istifadə eləməyə, o belə tipli göy rənglər. Picasso-nun göy rənglər, hə, bunlar. Ha, bunlar. Bu əsərlər bacısının intiharından sonra deyirsən. Bacısının intiharından sonra və Van Qoqun ölümündən sonra. Van Qoq onun ən yaxın dostu idi. İki ən yaxşı, dəyərli insanı itirəndən sonra artıq keçid elədi belə əsərlər çəkməyə. Və bu göy rənglər hüznü bildirirdi. Keçmişdə göy rəng cəhənnəmin qapısı idi əslində. Və indiki dövrümüzdə də rəsm baxımından göy rəng hüznü bildirir, amma dizayn baxımından baxar hansı tonda işlədilir. Əgər poster hazırlanılırsa, o göy rəng xoşbəxtliyi bildirir və ya da bir şey bildirir. Ticarət anlamında bildirmiş olur, finansal durumları bildirir. Yəni bir rəngin bir dənə mənası olmur heç vaxt. Və onu istifadə etmə şəklinə görə dəyişir. Bu şey kimi də bir insanla bir insanın səndən gəlib danışar, dərdini danışar. Sən ona çox yaxşı kömək göstərə bilərsən və onun dərdinə dərman ola bilərsən. Amma o insan gedib başqa dostuna danışar dərdini və daha da dərdli olar. Bu eyni belə şeydir. İstifadə etdiyimiz rəngi elə istifadə edə bilər, o dərdə çevrilə bilər, elə istifadə edə bilər ki, o xoşbəxtlik hissini ötürmüş ola bilər. Ona görə bu baxımdan o psixoloji analizi eləməyimiz çox önəmlidir. Analiz eləməyimiz çox vacibdir. Və budur. Sigmund Freuddən biz bunları öyrənirik və biz başa düşürük ki, yaradıcılıq bizə əslində psixoanalitikanı başa salır. Dizayn bizə psixoanalitik baxımdan köməklə göstərmiş olur. Ona görə bir şeylər yaratdığımız zaman ən pis vəziyyətimizdə yaratmağa çalışmalıyıq. Bir şeylər ortaya çıxartmaq istəyirsə, özümüzü yaxşı hiss eləmədiyimiz zaman işləməliyik. İndi bunu bəzən insan özü bacarmır, qaçış yolu olaraq yatmaqda görür və yaxud da ki, ən hansı bir ətrafda əylənməkdə görə bilər. Amma yaradıcı insan bunu çıxış yolu kimi görür. Bu çox önəmlidir. Bugün danışmaq istədiyim bunlar idi. İndi sizin nə sualınız varsa soruşun, cavablayım. ID, ego, super ego var idi. Üçü. Aha. Üçü bir insanda ola bilər. Zaten Bilir, zaten olur. bizim bütün insanlarda var bu. Sadəcə bunun məsəl üçün birini örtbasdır eləməyimiz olur bəzən. Bəzən bu üçü birdən ortaya çıxır. Bəzən biri bastırılır, ikisi ortada olur. Bəzən ikisi bastırılır, biri ortalıqda olur. Bu bastırmaqdan asılı ola bilir, situasiyaya görə. Məsəl üçün olur, bəzən deyirik, bunu o insana deməyə ayıbdır.
Bu artıq bizim belə deyək, Bastırılmış duyğularımızdır. super egonun oyanması olur həmin ərəfədə, super ego daha üstdə olur. Hə, bir id bastırılır. Hə, eqodakı ortada qalır. Hə, və yaxud da ki, adam var ki, deyir də üzə də, yəni bu artıq egonun və idin üzə çıxmasıdır, super egonun bastırılmasıdır. Bu situasiyadan situasiyaya görə dəyişir durumlar. Amma üçü də həmişə var. Hansı yaxşıdır insana görə? Üçü də olmalıdır. Keyfiyyətli. Üçü də. Üçü də istifadə edilməlidir eyni anda. Üçü istifadə ediləndə daha keyfiyyətli olmuş olur. Yəni bayaq onu dediyim kimi də, ancaq super egonu işlədə bilmərsiniz də. Onda o zaman əzik kimi güclənəcəksiniz. Egonu ancaq istifadə edə bilmərsiniz, ətrafınızda insan qalmayacaq. İdi vəhşi istifadə edə bilmərsiniz, tutub basıb aparacaqlar sizi. Üçü də olmalıdır ki, balans qorunmuş olsun yəni. Aydındır. Başqa sual var? O qədərdir. Tamamdır. Bu videonu da göndərəcəm sizə. İkinci günə qədər dincəlin. Tapşırıq verməyəcəm, biraz dincəlin. Bir dənə borcunuz Yox, işləyər. yox, verərsiniz, bir dənə verərsiniz. Ya da nədə zəifəm onu işləyərəm, sizə göndərərəm. Zaten ayda bir dəfə dincəlmə verirəm tələbəyə. Yox, mən beynim tənbəlləyə meyillidir, istəmirəm. Ha, onda işte yazacağım tapşırıqlar sizə. Hə, tamam. Tamam o zaman bu videonu da göndərirəm. Uğurlu günlər. Oldu. Çox sağ olun sizə də. Sağ olun. Sağ